Salam, bu günləri sizinlə temin bağlamalarını bölüşmək istəyirəm. Əslində bunları çoxdan almışam, bu gördüklərinizdə hələ aşağıda bir dənə mişokda var. Onları sizinlə açıb baxıram birinci dəfədir. Deməli, bunun belə bir dənə şortiki var. Belə bir dənə koftası var. Koftasının materialı elə də pis deyil. Sadəcə olaraq şortikinin materialı elə də çox xoşuma gəlmədi. Bilmirəm, buradan necə görsənir. Belə. Elə də xoşuma gəlmədi, yəni şortikin materialı. Yəni qızma sifariş vermişəm. Sadəcə olaraq buna çox balaca gəldi. Yoxsa çox xoşuma gəldi. Oradan sifariş verirəm. 38, 39 razmer, 40 gəlir, 41 gəlir, bir də görsən 36 gəlir. Yəni o qədər də razmerdən orada başım çıxmır. Amma axırıncı dəfə mən sifariş verəndə baxdım, orada yazır ki, məsələn Avropanın 39 razmeri, deyək, Asiyanın 40 razmerinə ya 38.5-nə uyğun gəlir. Əslində bundan son zamanlar fikir verməyə başlamışam, amma önümə gələr. Bu da çox şirindir, modnitsadır, mənim gözəlsəm. Bu da biraz böyük görsənir, amma böyük olmanın zərəri yoxdur, yəni uşaq böyük. Önəmli məqam nədir bu çantada? Baxın, bunun ipləri açılır buradan. Baxın bunun içinə. Superdir. Belə də, yəni bunu al, bütün şişvi al, hər şeyi yığ bunun içinə. Burada da 1, 2, 3, 4, 5, 6, hətta içində su qoymağa yeri də var. 7, 8, 9, çöldə də 10, 11 dənə cibi var bunun. Bu çantaya pis demək olar. Bir dənə salatan sərməli. Arın salatandır. Mən qızlarda plastikini qarşısı edirəm. Mənə çox şirin gəlir. Buna bax, materialı da qəşəngdir. Uşağa isti olmaz yayda. Çox qəşəng. Şirin bir dənə sarafandır. Materialı çox qəşəngdir. Bunu da qızım üçün çantada sifariş vermişəm. Ay, bu nə qəşəngdir. Baxın. Qardaşlarının çantası var. Onun əsli şey eləyir, dalaşırlar. Qıza da bir dənə çanta zapad verdim. İkisi qəşəngdir, böyüdür. Ay, bu çox qəşəngdir. Utanmasam özüm taxaram. Çox qəşəngdir. Belə yaxından da göstərim materialı. Qəşəngsən, qəşəng. Dorab zakaz vermişəm. Nəyin xoşuna gəldi? Çox belə necni görsən ayaqda. Baxın, şirindir. Belə, balacadır. Çox qəşəng görsənir. Həm də uşağın ayaqlarını isti tutmur. Qəşəngdir. Mən də çox beğendim. Bunu özüm üçün sifariş vermişəm. Gözəldirlər. Baxın. Çox qəşəngdir. Bilirəm də belə şeylər var, Allah. Qalsın başımda. Ay, çox qəşənglər, adam alsın. Bu şey olsa adam bilməz hansında. Baxın. Ay, çox gözəldirlər, ay Allah. Yeni də taxa bilərəm, sündü sasın baba. Buradan belə eləmişəm. Qəşəng oldu. Bütün almışam. Bijuteriyanı sevirəm ümumiyyətlə. Ay, nə baxın, gözəldir. Bu balkonda bir dənə balaca belə yer var. Balaca deməyəm, haradasa bir 3 kvadrat metr olar uzunluğuna. Orada mən gül əkirəm, tənə çəkirəm. Oranı beləyib, becərmək üçün lapatka zad lazımdır. Mən də bu dəstə sifariş verdim. O da şirindir. Çox qəşəngdir. Nəysə, bunu da şəkillərini qoyaram.
Ha, bu da çox qəşəng, yeni bəyəndim. Gözəldir, çox bəyəndim. Düzdür, bir balaca böyüdü, amma o yaya onsuz da boyatacaq uşaq. Sifariş vermişdim. Sadəcə olaraq deyirəm də yenə Asiyanın Avropa razmerinə uyğun olaraq çox balaca gəldi. Yəni belə balaca gözləmirdim, amma çox gözəldir. Yəni ürək rahatlığından sifariş verə bilərsiniz, yəni Temudan panikləri. Yəni keçən il oradan bir neçə dənə kəməri var. Çox gözəl platyadır bu da. Prosta bu lap böyükdür. Bu uşaq bunu giymək yaşına gələndə oje yay olmayacaq. Sonra da yenə də uzanmış olacaq, yenə geyinəcək. Amma beləsinə çox şirindir, çox da qəşəngdir. Abadoklardır. Dəhşət abadok dəlisi. Sevirəm abadokları. Aksesuarları sevirəm. Sadəcə olaraq uşaqlar balaca olduğu üçün çox istifadə edə bilmirəm. Çünki tuturlar saçımdan, dartırlar, alırlar. Yəni imkan vermirlər o qədər də. Hə, bu vəsiq qəşəngdir. Baxın, beləsinə aksesuarlardır. Görünür şöyle. Belə, çox qəşəngdir. Bir gün sıracı prop eləyək. Gözəlsən. Amma mənim qızım buradasa. Qızlarım, materialı da çox gözəldir. Yəni belə çox gözəldir də. Yəni yəqin ki 70%. Yayda bunu mənim ayağımdan çıxardan o dülən olmayacaq. Yəqin dənçlə də çıxardacam. Hə, bax bunu saxlayacağam. Bunu kosmetikalar çox sevirəm əslində. Hə, bax bu genişdir, çox da qəşəngdir. Çünki mənim çoxlu duxum var. Bu növbədə gözləyən karukadakı duxlarımdan xaric açılmış çoxlu duxum var. Onların hamısını qoymağa, wow. Onların hamısını qoymağa çanta lazım idi mənə. Kakraz elə bu da gəldi, çıxdı qabağıma. Sifariş verdim. Baxın, arasındakı beysini prozraçındır. Superdir, bomba. I love you baby verdiyim sifarişidir. Amma ölçüsü bilirsiniz necə gəldi. Uşağın hələ 2 yaşı var, 3 yaş tamam oldu. Ölçüsü 7 yaş gəldi. Ona görə bunu mən geri yollayacağım. Düşünürdüm ki, yayda Allah giyməyə istifat eləyəcək. Hətta indi də giyə bilər, amma çox gözəldilər. 3 dənədir. Buna baxın, materialına baxın. Çox qəşəngdir, çox bir yumuşaq. Toyzat, tay günündə partideyim. Burada partiləri aparanda belə bir dənə parlaq paltar sifariş elədim. Amma görünüşü çox da xoşuma gəlmədi. Düzdür, içində belə astarlıdır, nə bilim nə, amma görünüş olaraq uşağı balaca arvadlara oxşar. Oğlanların həddindən çox ayaqqabını, yəni cırırlar. Həddindən çox, yəni tez-tez ayaqqabı dəyişirik biz. Ona görə evdə nə qədər çox ayaqqabı olsa, o qədər yaxşıdır. Bu 29'dur. Böyle pis deyil. İstədiyin qədər bunda tullanışırlar. İndi əzləyib, amma belə qəşəngdir. Bu da cır-cırlan bir şeydir. Qəşəngdilər. Vermişəm. Bu amma belə də wow. Həm də böyük gəlib. Həddindən çox böyük gəlib. Yəni uşaq əyninə böyük olacaq. Material da yəni o qədər də mən qane eləmədim materialı. Bunu 27 sifariş vermişəm, amma ayaqqabı 26 gəlib. Bunu da böyük ihtimal geri göndərəcəm. 6-da belədir. Çıqqınları sifariş vermişəm. Hə, belə köynəyinə şortikdə sidir. Amma böyle pis deyil yəni. Deyil. Qəşəngdir bu. Prosta düz deyil, zakaz verəndə, sifariş verəndə bunları düşün, nəzərə alın. Bu da böyle bir tane şirin platyadı kızım için. Yani koftasına şortu gibi. Böyle bir tane
mini kofta çıxam. Belə short gidi. Belə geleyim qoy. Hoppa. Belə short gidi. Pis deyil əslində. Prosta materialı biraz çölə giyməklə çox pijama materialına oxşur deyim. Ha, bu da 27'sidir. Yəni bunu açmaya ehtiyac yoxdur. Bir sifarişim. Hə, ay bu nə şirindir. Ay çok. Ama balacadır bu da. Böyüdür bu da. Bu da böyük. Uçun, kızım uçun. Ay, bu da onun başqa rəngidir. Əslində mən bunları sifariş verəndə burasını elə bildim ki, bu sumkası var idi qızın. Sumkanın üstündə nətər bu tüllər çıxmışdı. Mən elə bildim eləsən çıxıb. Çıxmayıbmış, amma uşaqlar üçün şort markadır. Yeməyə, çölə, bağçaya, şirinlər. Bu material da yaxşıdır. Sumkası zadı olan şeydir. Belə bir dənə sumkası var. Kostyum. Belə bir dənə şortiki var. Spiderman'in kostyumudur. Spiderman'in sevir yəni. Dədəsi, nənəsi kimi sevir. Belə kapşonlu bir dənə şeydir. Neçədir ki bu 11 dənə? 120'dir ay kişi bu. Belə. Bu da sarafandı pişiğim için. Ay sen ne qəşəngsən. Ay Allah buna bakıyor ne qəşəngdir. Ay çok qəşəngdir bu. Material da qəşəngdir. Prosta elə bil bədəni bunu daşıyıb balaca gəlib ay Allah. 80 deyil axı uşaq. Çox balaca gəlib. Böyük olardı, əla olardı. Təkləli köynəkdir belə. Belə də olan köynəklərinin materialları elə də pis deyil. Amma o başda açdığım o 2 dənə mikrofondur. Videolarımı çəkəndə səs gəlməsin deyə. Nə rəngdir buna? Əslində bir dənə mikrofonum var oje. Sonra ondan tablet zakaz vermişəm. Amma elə göstərməmişəm. Açdım. Hər şey yaxşıdır, amma çox balacadır bu. İçində beləsinə bir dənə kitabçası var, istifadə kitabçası. Amma tabletin özü mənə həddindən çox balaca gəldi, yəni. Mən düşünmürdüm bu dərəcə olar, amma balaca gəldi. Eybi yox, oynatsınlar. Uyğunda icabına baxarıq. Onsuz da buna necə kavru alırsan al. 2-3 dəfəyə maksimum bunu sındırıb qoyurlar yerə uşaqlar. Şvaba. Prosta ki özü yur, özü qurudur da. Belə bir dənə şvabadır. Görək. Zibil kulokunda göndərdilər. Dəmiri, oy. Niyə belə yağlıdır ki, dəmrinlə? Dəmiri belə nazik görsənir. İndi bu özü nətər sıxır gedir. Bu gözünü sıxır. Belə bir şeydir. İçi də belə yaxşı. Bunu şeyləyəndən sonra çəkirsən belə suyunu sıxır. Çəkirsən sıxır. Çəkirsən sıxır. Neyse. Yayın knopkasında basırsan əyilir. Ay kişi. Belə. Nə məşə bu nə qədər əmrəbali bir şeydir. Altılam arasında belə bir dənə hədiyyə edeyim. Adı nerede Allah?
Temudan bir dənə hədiyyə edeyim də. Besplatно gəldi. Belə bir dənə. Amma materialı sizə deyim qəşəngdir. Vallahi çox rahatdır. Material çox rahatdır. Rəngini özüm seçdim. Əslində belə rəng istifadə edən deyiləm. Bu da şortikidir. Çox da qəşəngdir. Çox sevirəm. Yəni yuxarısı biləsən ki, buradan yanlardan belə biraz boşalır. Bilmirəm o tərzin adı nədir. Əvvəllər bir dəfə tapmışam, indi unutmuşam. Ha, elə bir dənə tərzi var benim. Amma çox heyif ki, bir balaca kilo almışam. Qəşəng qalmadı mənə. Materialı da çox xoşuma gəldi. Amma sizə deyim ki, şəkillərindən qısa gəlir. O məni təəccübləndirdi biraz. Şəkillərindən qısa gəlirlərindən biri. Çoxlu sumka sifariş etmişəm. Bax, bir dənə bu cibi var. Bax, bunun ara kəsməsi çox belə güclüdür, möhkəmdir deyim, görsənmir. Yəni sumkanın ara kəsməsi bilirsən ki, sumkanın ara kəsməsidir elə. Elə nazik bir şey deyil. Əli buradan saldı, oradan çıxır. Belə arxada da cibi var. Çox da qəşəng sumkadır. Material da çox qəşəngdir. Bunu da saxlayacağam. Bunu əslində elə kursu üçün aldım bu sumkanı. Amma kitabım bura yerləşdi. Amma o kitabı ora soxub çıxardana qədər dərs bitər. Bilirsiniz bunun negativ yanı nədir? Qəşəng sumkadır, materialı zadı, hər şey əladır. Prosta sumka belə açılır. Sumka belə açılır qızlar. Yəni непонятно. Burada da cibi var. Yəni belə çətin olurlar mənim üçün. Sərindir, özü çox qəşəngdir. Belə bir dənə. Baxın, şirindir, şirin. Qəşəngdir. Astarca da qəşəngdir, tülü də qəşəngdir. Onu burada qəşəng ütləmək lazımdır mənə elə gəlir. Ütləyəndən sonra çox da qəşəng. Bu da ayaqqabıdır. Əslində oradan aldığım bir neçə ayaqqabı var, amma onların hamısını geri yollamışam. Bilirsiniz niyə? Çünki mənə çatmır. Altları o qədər nazikdir. Yəni adam xəstələnər, vallahi belə. Altı mənə çox nazik gəldi. Heç şey eləmədim. Buradan Temuda təzə çıxıb, elə bil sən seçirsən, hədiyyə kimi seçirsən özdə. Onlar sənə nəsə göndərir. Mənə də daraq göndəriblər. Yəni diqqətimi çəkən bir şey deyil. Heç mən hədiyyə kimi qəbul edirəm. Niyə zakaz elədiyimi bilmirəmlərimin içindədir. Belə bir dənə ayaqqabıdır. Qəşəngdir əslində, qəşəng olmalı. Amma dediyim kimi altları həddindən çox nazikdir. Yəni mənə çatmır. Çox nazikdir, adam xəstələnir. Çox kömək eləməyindən başqa hər şey işə yarayır yəni. Hə, bu USB-dir. 32 GB. Nətərdir? Hə. Bir çıxışı belədir, telefona taxmağa. Bir çıxışı da USB-dir. Sonra bunu bir də, baba, bunu bir də açırsan, fərqə. Belə də istifadə eləmək olur. Belə maraqlıdır əslində. 32 GB-dən bu. Bilmirəm. Qəşəngdir, amma şəkildə elə bil daha böyük. Aa, nə qəşəngdir. Aa, qızlar çox qəşəngdir. Aha. Yəni gümüş deyil. Amma da bu da qəşəngdir. Kaşlokdur. Kaşlokumda dəhşət çox belə kaşlok istifadə edən insanam. İtirəm və istifadə edən insanam deyim. Hə, bu mənə o şey. Bunun ara kəsmələri düzdür, o qədər də nazik deyil, o kimi. Yəni çox belə qalın ara kəsməsi də yoxdur. Belə bilən görəndə kaşlokdur. Gözdə hara cırılıb get. Pisdir. Üçün çox sağ olun. Like etməyi unutmayın, abunə olmağı unutmayın. Kanalıma dəstək olmuş olarsınız. Öpürəm sizi. Özünüzdən müğayət olun.